məcburi köçkünlər yerlərinə getmək istəyir. Lakin Qaçqınlar Komitəsinin o komandası Rövşən müəllimə saxta izahatlar verməklə imkan vermirlər. Kanal 21-ə müraciət edən Bərdə rayonu Mirzəxan kəndində yaşayan məcburi köçkün Rəfiqə Qurbanova Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rızayevə səslənib. O uzun illərdir şəraitsiz vəziyyətdə qaldığı bir otaqlı evdə yaşadığını bildirib. Rəfiqə Qurbanovanın sözlərinə görə beton döşəməli soyuq və yararsız vəziyyətdə olan bu evdə övladlarını böyütmək məcburiyyətində qalıb və artıq burada yaşamaq mümkün deyil. Məcburi köçkün qadın doğma yurd yuvasına Ağdamın azad edilmiş ərazilərinə qayıtmaq istədiyini deyir. Lakin komitədən ona bildirilib ki, həmin ərazilərdə bir otaqlı mənzil yoxdur. Qurbanova isə illərdir çətinlik çəkdiyini, şəraitinin ağır olduğunu və azad edilmiş torpaqlardan birində ona uyğun bir otaqlı ev verilməsini xahiş edir. Ətraflı vətəndaşın öz dilindən dinləyək. Mən Mamedov Əlzami Yunusov, yenə də Ağdam rayonu Xıdırlı kənd sakini Rəfiqə xanımın yaşadığı binaya gəlmişik. Deməli, bu görüşə yetkilərimizə, məcburi köçkünlər olub da Ağdam rayonunda. Şükür Allah'a köçürülüb, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sağlam versin. Ta ki, həmin evlərdəki məcburi köçkünlər olubdur. Nasıl köçürülüb? Rəhmət olmasa, ehli indi biz vəqətdə dayandı, dedik ki, Rəfiqə xanımın yaşadığı evdən başlayacaqlar və söhbətində davam edir. Göründüyü kimi Rəfiqə nənənin yaşadığı yer budur. Buyur, Cəmrə. Heç əsləmət olmazlar, gəl. Bu vəziyyətdədir. Nəvələrin, nəsiyələrlə burada yeri də rüçək, bir sonu çək. Deməli, nə demək istəyirəm? Bu xanım Ağdama köçürülmür ki, təksən orada bir adamlıq ev nəzərdə tutulmuyub. Bu barədə etdiyim çıxışdan sonra bir anormalın biri götürüb altdan yazdır ki, bir gözlüyə köçmür, iki gözlü versinlər. Xəstə bir gözlünü vermirsə, iki gözlünü hardan verir? Yəni bu oxucular da, digərləri də anlamır ki, məcburi köçkünlər yerlərinə getmək istəyir. Lakin Qaçqınlar Komitəsinin o komandası Rövşən müəllimə saxta izahatlar verməklə imkan vermirlər. Deməli, Bərdə rayonunda mən bu sözü demişəm. 866 saylı qəsəbədə Bakı sakininə gətirib vermirsiniz. Buyur. Bu qadının zəhmət olmasa çək şəhid anasıdır. Gör hansı şəraitdə yaşayır ki. Bu Ailəliklə qurban olun. betonlar olan evdə yaşayır. Betonda olan evdə yaşayır. Bu da bu vəziyyətdə yaşayır. Niyə ev vermirsən? Bakıdan adam gətirib Bərdərə 866 saylı qəsəbəyə. Ev nəyə verirsən? Gətirib yığdığın adam anasının yanında evi var adına. Bilirsən də onu. Nə almısınız? Almamışsa nədən vermirsiniz? Xəbəriniz nədir sizin? Nə demək istəyirsiniz? Siz Rövşən müəllimə niyə saxta arayışlar təqdim edirsiniz ki, güya bu ayrı təsərrüfat? Ya sübut edeyim ayrı təsərrüfat olub olmadı. Ayıbdır. Mən keçən dəfə də demişəm. Bir dəfə də özümü tutub deyirəm. Qaçqınlar Komitəsi qaçqınların problemini həll etmək əvəzinə əksinə problem yaradır. Bakıdan gedib adam gətirib yığırsınlar. Xeyr ola. Bərdə 866 saylı qəsəbəyə. Yerli sakini, mən yerli qaçqın demək istəmirəm. Yəni, şəhid ailəsi, qazilər, evsiz, yeşsiz olduğu bir halda. Rövşən müəllim, sən adamlar nə yığır bu? Bərdədə 866 Cekir rəisi. Sən məlumatım yoxdur, Bakı qərar verir, Qaçqın qərar verir. Düz deyirsən, sizin vasitənizdən qərar verir. Nə o hoqqalar çıxardırsınız. Allah and olsun, azalıbdır. Yəqin qəbullar olan kimi qəbullara girib bu barəsində ad-bad ərzə verir. Bunda deyəcəksiniz ki, niyə pisliyə eləyirsən? Pisliyi siz eləyirsiniz, siz şəhid ailəsi, qaçqını, belə bir şeylər qalıb evsiz eşitsin. Bu vəziyyətdə Bakıdan adam gətirib yığırsınlar qəsəbəyə. Məqsədin nədir? Məqsədin hörmətli prezidentimizin vətəndaş məmnunluğu yaradın deməsi, göstəriş vermək əvəzinə, onu məmnunluq yaratmaq əvəzinə vətəndaş pisliyi yaradırsın. Niyə agresiya ilə yaradırsın vətəndaşlarla? Məqsədiniz nədir? Rövşən müəllim, sizin birinci müavininiz və digərləri, hamısını demək orada yaxşı insanlar da var. Digər evlərə baxan departamentin əməkdaşı var. Aynı 24 vətəndaş gəlmir. Otağında az qalıb vətəndaşı döyə, hücum edir. Ringə çıxmırsınız siz. Ha, yalan danışır. Yalanı siz danışırsınız ki, vətəndaşın əlində arayış var ki, torpağı, əmlakı yoxdur. İkinci də ki, var. Dədəniz alıb verir. Kimin dədəsi alıb verir? Və özü ki, məcburi köçkünün torpağına qayıdıb qaytar verir. Buradakı əmlakını da satar,
əlinə maya salar, orada təsərrüfat salır. Məqsədiniz nədir? Məqsədiniz hörmətli prezidentimizin apardığı daxili və xarici siyasətə xələl gətirməkdir. Allah prezidentimizi qorusun. Allah sizi kimisində bəlasını versin ki, bu cür riyakarlıqla məşğulsunuz. Ümidvaram ki, mən cənab dekabr ayında cənab nazirlərin bölgədə qəbullarına girməyəni demişkən, bu xanımın, bu Ağbuşəhərin ev problemin, Ağdamın Xıdırcı olmuş, rayonun özü olsun, kəndi olsun, harasa göndər. Nə deyirsə alırsa, bir belə burada olan adamlar Allah ömür versin, şəhidlərimiz Allah rəhmət eləsin. Onların qanı bahasını alınaya yerlərə köçürüldü. Niyə köçürüldü? Məqsədiniz nədir? Burada qalmalıdır, gözlüyoruz ki 78 yaşı var. Hə, 2-3 il öləcək, canınız üçün ölməyəcək. 90'ı keçəcək. Ölməli olan o prezidentimizə, dövlətimizə xəyanət, maddi maraq namına xəyanət edənlərdir. Ümidvaram ki, hörmətli prezidentimiz, cənab prezident, mən keçən dəfə də dedim, mənim iştirakımla xahiş edirəm, Bərdə 866 saylı qəsəbədə o köçürülən adamlar ki var yığılıb, şəhid qaza ailəsi yox, digərlərinin yığılması aydınlaşdırılsın. Görək nə namı ilə yığılıb. Belə bu şəhərlər qalıb betonların üstündə. Və ya göstərdiyim şəhid ailəsi Kəlbəcər rayonundan Qaradəmirçidə o betonun üstə yatır. Niyə? Məqsədiniz bu Ağbuşəhər ağsaqqalı qırmaqdır. Hörmətli prezident, Daşqınlar Komitəsi rəhbərliyi yandakı işçilərə inanır, onlar da onu anladır. Xahiş edirəm bu olayların son qoyulması üçün bizi qəbul edin. Sonda Kanal 21 olaraq onu da qeyd edək ki, səsləndirilən fikirlərə görə heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Kanal olaraq ictimailəşdirmək bizim işimizdir, tədbir görmək və ümid isə aidiyyəti qurumlara və Allaha qalır.